Doktor, niyə bəzi insanlar WhatsApp-da göndərilən səsli mesajlara çox əsəbləşirlər? Adətən belə insanlar IQ-su yuxarı olan insanlardır ki, bunların beyinlərinin informasiya emal etmə qabiliyyəti çox yüksəkdir. Normal halda bizim gözümüz bir dəqiqədə 300-400 sözü oxuya bilir. Amma biz nə qədər sürətlə danışsaq, 100-120-dən artıq söz istifadə edə bilmirik. Və insan səsli mesajı alanda sanki bizim beynimiz bir Bizim beynimiz bir prosessordur, sürətli işləyən bir prosessordur. Və səsli informasiya zamanı, səsli mesaj zamanı beynimiz onu öz funksiyalarını 3 dəfə ləngitmək məcburiyyətində qalır. Çünki gördüyümüz anda biz oxuduğumuz mesajı dərhal, anındaca, saniyələr içində görürük, açar sözü görürük, məqsədi görürük və nə üçün yazıldığını, hansı həyəcanla hissə yazıldığını görürük. Amma səsli mesaj qara qutu kimidir ki, onu sona kimi dinləməyincə içində nə olduğunu bilə bilmirsən. Və sanki yazan insan öz vaxtına qənaət edərək səs şəklində göndərir, amma qarşı tərəfin 2 qat, 3 qat vaxtını almış olur. Çünki səsli mesajı sona kimi dinləmək məcburiyyətindədir göndərən insan. Ona görə də IQ-su yuxarı insanlar səsli mesajları sevmirlər. Çünki o mesaja qulaq asacaq qədər zamanları yoxdur. Çünki o mesaja qulaq asacaq qədər zaman itirirlər hər dəfəsində. Elə demək. Çünki o mesajlara qulaq asacaq qədər zaman itirirlər hər dəfəsində. Halbuki bunu bir göz baxışı ilə nə edə bilərlər? Oxuya bilərlər. Halbuki bunu bir göz baxışı ilə oxuya bilərlər. Kəsərəm mən onu.